Salam əziz izləyicilər. Əziz mən izləyicilərim hər birini salamlayıram. Öz səhifəmdə istədim və zaman tapıb, vaxt tapıb istədim qısa da olsa sizlərə həsr edeyim. İstədim elə bugünkü mövzumu elə bir mövzuya keçəm ki, hər bir insan öz həyatda missiyasını axtarır. Missiya haqqında, yəni hansı məqsədlə bu həyata doğulub, yaradan hansı məqsədlə bu yer kürəsinə göndərib insana. Yəni missiya olan yerdə həyatda məna axtarır insan. Missiya olmayan yerdə mənadan söhbət gedə bilməz. Məqsəddən, hədəfdən söhbət gedə bilməz. Yəni hər şey missiyaya, məna ilə bağlıdır həyatda. Və istədim elə lövhədə yazmışam. Hər bir insan öz missiyasını axtaranda Yaponlar belə bir düstur ediblər missiya haqqında. Adı Ikiqaydır. Yaponların bu belə deyək düsturdur missiyanı tapmaq üçün. Yaponlar da çox ağıllı və mülklü insanlardır. Özünüz bildiyiniz kimi minlərlə onların tarixçəsi var, tarixi var və özünüz bilirsiniz ki, Yaponlar elə bir millətdir ki, dünyada ən çox yaşayan xalqlardan biri, millətlərdən biri ilə Yaponların özüdür. 100 yaşını keçən, 90 yaşını keçən. Orada elə ada da var, Okinawa-dır. Elə orada çox yaşayan insanlar var. Yəni bunlar elə belə deyil. Yəni gedayla çıxmaq şərti ilə. Yəqin ki, bu insanlar bilir ki, həyatda necə yaşamaq, necə beyninlə sakit olmaq, necə həyatın mənasını, məqsədini tapıb, hədəfini tapıb, mənalı yaşamaq missiyasını. Yəni bu uzun ömürlük elə belə deyil. Yəni hər şeyin bir səbəbi var. Səbəbsiz heç nə yoxdur. Yəqin ki, elə bu səbəbi, uzun yaşamanın səbəbi elə birisi elə budur ki, onlar öz mənasını, həyatdakı missiyalarını tapıblar ki, elə uzun yaşayırlar Yaponlar. Və onların düsturu belə adlanır, Ikiqay adlı həyat missiyasını tapmaq üçün, mənasını tapmaq üçün. Birinci, insan öz missiyasını tapanda, hansı peşə sahibi olmaq istəyəni axtaranda yəni, hansı peşənin sahibi olmaq. İnsan bilməlidir ki, ən birinci sevgidən başlayır. Hər bir insan özünə sual verir, mən nəyi sevirəm? Hər bir insan da onun cavabını bilir, nəyə sevdiyini. İkincisi, hər bir insanın zəif olan tərəfi olan kimi güclü bir tərəfi də var hər bir insanın. İnsan bilməlidir ki, ikincisi, onun güclü tərəfi nədir? Hansı güclü tərəflərə əsaslanaraq onunla irəli gedə bilər insan yana. Hər bir insanın güclü tərəfi olan kimi o təməl qoyur ki, insanın irəli getməyinə, progresə doğru. Ondan sonra üçüncü sual yaranır ki, yəni üçüncü nədir bu düsturda? İnsanlara nə lazımdır? Ətrafdakı olan insanların çoxusuna, əksərinə nə lazımdır? Birincisi demək ki, nə sevirsiniz, istəyiniz nədir? İkincisi, hansı güclü demək, hər bir insanın güclü tərəfi də var, zəif tərəfi də. Yəni güclü tərəfi əsaslanaraq ona əsaslanaraq hərəkət eləmək. Üçüncüsü, ətrafdakı insanların əksərinə nə lazımdır? Bəklentilər, tüklər demişkin, yəni istəyənləri nədir ətrafdakı insanların? Və buna əsaslanaraq ətrafdakı insanların çoxluğuna nə lazımdırsa, ona əsaslanaraq onlar da sizə pul verməyə hazırdırlar. Demək, hər şey sevgidən başlayır. İnsan sevgidən sonra özündə güclü tərəfini axtarır. Cəmiyyətdəki olan insanlara nə lazım olduğunu analiz edir. Ondan sonra da o ətrafdakı insanlar analiz etdikdən sonra ki, nə lazımdır əksər insanlara, onunla da bağlı insanlar ona pul verməyə hazırdır. Yəni belə bir sadə düsturdur. 4 şəkildə dairə. Yaponların missiyasını özünü tapmaq üçün missiya, öz həyat mənasını tapmaq, həyat peşəsini tapmaq, yəni bu düsturdur. 4 dairədən ibarət Yaponların. Və Yaponlar da qərb ölkələrindəki insanlar kimi, yəni onlar bilirlər ki, hər bir insan öz güclü tərəfinə əsaslanaraq hərəkət etməlidir həyatda. Və yəni sadəcə bir misal çəkim, Yaponlardır, Cuhudlardır, qərbdəki olan insanlar həmişə öz övladların hansısa fəndə zəifdirsə, məsələn, insan riyaziyyatdan zəifdirsə, ancaq coğrafiyadan və yaxud da ki, biologiyadan, fizikadan güclüdürsə, Yaponlarla qərbdəki olan
insanlar qərb ölkələrində yaşayan, hətta ki, cühudlar belə böyüdülər ki, yəni o güclü tərəfə əsaslanaraq o fən üzrə müəllim axtarırlar. Yəni insanın güclü tərəfi olan hansı fəndəndirsə, o fən üzrə müəllim axtarırlar. Amma bizdə postsovet məkanı ölkəsi olan kimi, bu sovet düşüncəsi olan insanlar kimi həmişə insan valideyn necədir? Hansı uşaqları hansı fəndən zəifdirsə, axsayırsa, o fən üzrə müəllim axtarır məşğələ kimi, məşğələ üçün. Amma anlamır ki, zəif olan fəndə insan olsa da bu fəndən zəifdir. Bunu bir qırağa çəkib, hansı fəndən güclüdürsə övladı, o fən üzrə də davam eləmək lazımdır. O fən üzrə də müəllim tapmaq lazımdır öz övladına. Yəni, Sovet düşüncəsinin səhvi bundadır, Sovetimiz. Bütün postsovet məkanında belədir, yəni. İnsanların üstündə, yəni övladları hansı fəndən zəifdirsə, axsayırsa, o üzrə də müəllim tapır. Amma Yaponlar bunu çox gözəl bilər ki, insan öz gücü tərəfinə əsaslanmalıdır. Hansı fəndən güclüdürsə, o fən üzrə getməlidir. Hansı peşəni sevirsə, hansı peşədə güclüdürsə, o üzrə getməlidir. Yəni, qısa da olsa istədim elə bugünkü mövzunu, bu həyat missiyası, həyatda hansı peşəni sahib olmaq, hansı hədəfə getmək və hətta ki, bundan savayı bu Yaponların düsturuydu, bu 4 dairədən ibarət. Hətta ki, belə bir sual verə bilərsiniz, hər bir kəs, əziz izləyicilər, öz-özünüzlə olanda tək-tək elə sual verin ki, yəni. Əgər sizdə çoxlu pul olasaydı, ömrünüzün axırına qədər bəs elə bu maddiyyat, nə ilə siz məşğul olmaq istəyirsiniz həyatınız boyu, ömrünüzün sonuna kimi, hansı bir işlə? Tutalım ki, sizə maaş lazımdır, sizin pulunuz çoxdur, yəni ömrün axırına qədər nə ilə məşğul olmaq istəyirsiniz ömrünüzün axırına kimi? Onda cavab da tapılacaq. İkinci bir sual, belə bir sual verə bilərsiniz ki, düzdür, Allah eləməsin, amma yenə də belə bir sual vermək. Əgər ömrünüzü 6 ay qalıbsa, yarım il qalıbsa ömrünüzün axırına, bu 6 ay ərzində nə ilə məşğul olmaq istəyirdiniz? Nə qədər adi da olsa o sual, amma o sualın acılığı da doğru cavab tapmayaq sizə. Ömrünüzün axırına 6 ay qalıb, yarım il qalıb. Nə ilə bu yarım ildə istəyirdiniz? Hansı peşə ilə məşğul olmaq istəyirdiniz? Hansı sahə ilə? Yəni, bunlar belə bir suallar insanı doğru yola yönəldir, doğru seçim etməyə vadar edir. Çox sağ olun, əziz izləyicilər, dinlədiyiniz üçün, mənə vaxt zaman xərclədiyiniz üçün. Allah hərbinizi qorusun. İnşallah Allah əmri ilə görüşənədək Allah'a əmanət qalın. Görüşənədək.